Salam, hörmətli izləyicilər. Bugün mən sizə təqdim etdiyim xəstə 10 ildən artıqdır ki, Parkinsonizm xəstəliyi və yaxud Parkinson sindromu ilə xəstədir. Bu Parkinson xəstəliyi demək deyildir. Parkinson xəstəliyinin səbəbi tam başqa, Parkinsonizm xəstəliyinin səbəbi tam başqadır. Burada beyində dopamin istehsal eləyən neyronların ölümü yoxdur və yaxud çox azdır. Səbəbi demək, travmalar, insultlar, müxtəlif qazlarla, zəhərli qazlarla zəhərlənmələr və bəzi ağır nevroloji xəstəliklərdir. Eyni zamanda klinik gedişində də fərq ondan ibarətdir ki, Parkinson xəstəliyindən fərqli olaraq Parkinsonizm xəstəliyində tremor, əsmə hər iki tərəfdə gedir. Gördüyümüz xəstəmizdə təkcə tremor deyil, kognitiv simptomlar var, gərgindir, əsəbidir, yuxusuzdur. Asosiallıq var xəstədə, sosial bir mühitə keçəndə, hər hansı bir məclislərə, toplantılara keçəndə özünü pis hiss eləyir, keçə bilmir, əsmələr daha da artır, ağlamağa meyillidir, qamət önə əyilib, başını sərbəst olaraq sağa sola çevirə bilmir. Odur ki, biz xəstəni neyniyəcəyik? Müalicəyə alacağıq bugünkü gündən, 1 aylıq tədavi başlayacaq xəstədə, hər 15 gündən bir xəstənin vəziyyətini sizə təqdim edəcək, ən əsası xəstəni evə çox gözəl şəkildə uğurlayanda çəkilişimizi bir daha yapacağıq. Xoşça qalın.